Əziz dostlarıma demək istəyirəm, xalqa xidmət etmək fürsətini yaxşı dəyərləndirin. Bu fürsət birincisi hər kəsə verilmir, ikincisi isə daim davam etmir. Mən və siz bir neçə il müəyyən bir məsuliyyət daşıyırıq. Bir işimiz, bir fəaliyyət meydanımız var ki, bu müddətdə çalışa, hərəkət edə, xalqa xidmət göstərə bilərik. Və bu zaman kəsiyində Allahın razılığını da qazana bilərik. Bu fürsəti əldən verməyək. Xidməti ömrümüzün hər anından səmərəli şəkildə istifadə edək. Əgər bu tövsiyəyə əməl etsək, yəni təkrarçılıq, fəaliyyətsizlik, səhlənkarlıq və lazımsız işlərlə məşğul olmaqdan uzaq dursaq, mənim fikrimcə deyilən kimi problemlər həll olunacaq və bu ya qısa, ya da orta müddətdə baş verəcək. İllərlə gözləməyə ehtiyac yoxdur. Xüsusilə iqtisadi məsələlərdə və xalqın dolanışığı ilə bağlı problemlərdə daha ciddi və qətiyyətli şəkildə fəaliyyət göstərmək lazımdır.